Aile başkomandan, sizdən artıq dərəcədə xahiş edirəm ki, mənim yaşayışım budur, atamla qalıram, 3 dənə körpəm var, bir otaqlı evdəyəm. Xahiş edirəm ki, bu aidiyyəti qurumlara köməklik bildirək, mənim öyümü baş göz eləmək üçün. Millətimə, Azərbaycan xalqıma, hamısından xahiş edirəm ki, mən bir otaqlı evdə qalıram. Artıq dərəcədən xahiş edirəm. Birinci növbədə İlham Əliyev ailə başkomandana və onun yoldaşı vitse-prezident Mehriban xanıma. Salam Mehriban xanım. Xahiş edirəm ki, ona kömək eləyərsiniz. 3 dənə uşağım var. Körpə uşaqdır, bir otaqda qalır. Xahiş edirik, kömək eləyərsiniz. Salam cənab prezident. Sizdən xahiş edirəm ki, bu uşaqlara köməklik edin. Onlar vəziyyətdən çıxsınlar. Vəziyyətlər ağırdır. Davranacaqları yoxdur. Yaşayışları yoxdur. Çarəsizdirlər. Mehriban bacı qardaşdan xahiş edirəm, onlara köməklik eləsinlər. Bax, İradə xanım belə bir yaşayışda yaşayırlar. Bu onların evləridir. Bu bunların məhləsidir. Gördüyünüz kimi heç məhlənin hasarı da olsa yoxdur. Yəni dağdır bura. Dağ döşü deyərlər loru dildə. Bax, belə bir acınacaqlı vəziyyətdə yaşayan ailədir. Şəki şəhərinin Kiçik Dəhnə kəndində yaşayırlar. Dəhnə sakinləridir. Baxın, yəni vəziyyət belə bir çətinlikdir. Görürsünüz ki, hal-hazırda ailədə 3 evlad var. Həyat yoldaşı özü və atası. Yəni o insanların bu evdə yaşamağı vallah, yəni olmaz. Belə yaşayış olmur. Yəni insan belə yaşayışda yaşaya bilməz. Çətin olar yaşamaq. Bu dağlıq zonada.